Salamlar, hər biriniz xoş gördük əziz və dəyərli izləyicilər. Nəhayət bu videomuzda səbirsizliklə gözlədiyiniz 2 mart və 9 mart tarixlərində keçirilən buraxılış imtahanlarına düşən riyaziyyat suallarının qarşılıqlı müqayisəsini göstərəcəm. Bu videodan əvvəl sonuncu paylaşdığımız videoda sadəcə olaraq mövzu adlarını qeyd eləmişdim. Əgər sizlər həmin videonu izləməmişsinizsə, mütləq şəkildə aşağıda qeyd etdiyim linkə daxil olaraq birinci növbədə həmin videonu izləyin. Daha sonra bu videoya keçid alın. Həmin videonu izləyənlər bilir, izləməyənlərə təkrar olaraq göstərilən hər iki imtahan tarixlərində 19 mövzu var ki, hər ikisinə aid olan, yəni bərabər şəkildə eyni mövzulardan suallar düşübdür. Çətinlik səviyyəsi dəyişir və 6 mövzumuz tamamilə fərqli mövzulardır. Yəni bir-birlə qarşılıqlı göstərilə biləcək mövzu deyil, sadəcə olaraq uyğunlaşdırasıyıq. Burada isə düşən suallar birə-bir, məsələn, çoxluqlardan sual düşürmü? Həm birinci zonda, həm də ikinci zonada. Müxtəsər modüsuran kök misalları və s. 19 mövzudan hər iki zonaya suallar düşübdür və çətinlik səviyyəsinə görə dəyişir. Bu videomuzda biz bunları müqayisə edəcəyik. Sonda da bu həmin 6 fərqli mövzunu göstərəcəm. Sizlər özünüzdə görəcəksiniz ki, hansılar eyni səviyyədədir, hansılar fərqli səviyyədədir. Bunları müzakirə edəcəyik. Ümumi şəkildə mən izahları keçməmişdən əvvəl belə bir qeyd aparmaq istəyirəm. Hansı şagirdimiz hansı zonda imtahanda iştirak etməyibsə, o zonda suallar rahat gəlir onun üçün. Misal üçün, birinci zonda iştirak edənlər üçün ikinci zonda suallar rahatdır, ikinci zonda da iştirak edənlər üçün birinci zonda sualları rahatdır deyə belə bir qeydlər aparıblar. Mən ümumi şəkildə bu suallara nöqtə qoymaq üçün belə bir video hazırladım. Sadəcə olaraq ümumi formada hansı misal daha rahatdırsa həmin zonaya plus qoyacağım, digər zonaya mənfi və yaxud da ki, hər ikisi rahatsa hər ikisinə müsbət qoyacağım. Hər ikisi çətindirsə, uzun-uzadı vaxt aparan misalsa mənfi deyə qeyd edəcəm. Yenə də deyirəm, mən burada müsbət mənfilər qeyd eləsəm belə, hansı zonda suallar rahat olsa, hansılar çətin olsa belə fərq eləməz. Hansı şagirdimiz hansı zonda da iştirak eləməyibsə, ona o suallar rahat gələcək. Hansılarında iştirak edibsə, təbii ki, ona çətin gələcək həmin suallar. Çox vaxt itirmədən artıq izahlara keçmək istəyirəm. Birinci növbədə imtahanların əvəz olunmaz mövzusu olan çoxluqlardan başlamaq istəyirəm. Çoxluqlara birinci zonaya açıq suallardan düşmüşdü, yəni ətraflı izah tələb olunan suallardan düşmüşdü. İkinci zonaya isə qapalı suallardan düşmüşdü. Bunu mütləq şəkildə qeyd edəcəm, çünki nisbətən açıq tipli suallar daha çətin səviyyəli olur. Birinci zonaya düşən çoxluqlara aid olan məsələ belə idi. Bir məktəbin bütün müəllim kollektivinin 4də biri Şuşaya, 5də 4-ü Xankəndiyə, ikisi isə hər iki şəhərə səfər etdi və sonda sual olaraq bu kollektivdə neçə müəllim var sualını verir. Biz bu sualı Euler-Venn diaqramı vasitəsilə həll edirdik. Bir tərəfindən Şuşaya, bir tərəfində isə Xankəndiyə gedən müəllimlərin sayı göstərilibdir. Hər iki şəhərə səfər edən 2 nəfər, Şuşaya gedən 4də 1, 4də 1x çıxılsın 2 və digər şəhərə səfər edən 5də 4x çıxılsın 2. Nəyə görə hər ikisindən 2 çıxdıq? Çünki fərz edək riyaziyyat və fizika dərnəklərində iştirak edən şagirdlərin sayı verilibdir. Hər iki dərnəkdə iştirak edənlərin sayı 5 nəfər olarsa, riyaziyyata əgər 15 nəfər gedirsə, 5 nəfər ortada olduğuna görə burada 15 çıx 5, yəni 10 nəfər təkcə riyaziyyata gedir. Fizikaya fərz edək 8 nəfər gedir, 5 nəfər hər ikisinə gedir deyə 8 çıx 5 bərabərdir 3 nəfər olaraq göstərə bilərik. Biz burada ümumi müəllimlərin sayını x olaraq işarə edirik. Ortada hər ikisinə gedənlərin sayı 2-dir və 4də 1x çıxılsın 2, 5də 4x çıxılsın 2 və bunların hamısının cəmi ümumi x-ə bərabər olmalıdır. Yəni siz yazmalısınız 4də 1x çıxılsın 2 üstə gəl, 2 üstə gəl, 5də 4x çıx 2 bərabərdir ümumi x sayına və burada bu tənliyi həll edərək biz x-i ümumi şəkildə 40 tapmışdıq. Rahat sualdırmı? Əlbəttə ki, vaxt aparan tənlik tərtib olunmalıdır. Çətin suallardan biridir, yəni özdə açıq suallardan biridir. Ümumi formada mənfi yazıram. İkinci zona imtahanında isə çoxluqlara düşən sual belədir. Kəsişməsi boş olmayan A və B çoxluqları üçün n A fərqli B 6, B fərqli də A4, A və B birləşməsinin ən kiçik qiymətini tapın. Bu sualı da biz Euler-Venn diaqramı vasitəsilə həll edirik. Dim test toplularında çoxlu sayda buna aid suallar işləmişik. Bunu A, bunu B olaraq işarələsəm, A fərqlidir B 6 element var, B fərqlidir A 4 element var. Kəsişməsi boş olmayan deyir. Onda heç olmasa bir element olmalıdır və ümumi şəkildə birləşməni göstərir. Birləşmədə 6 üstəgəl, 1 üstəgəl 4, 6, 4, 10 və 11 elementə bərabərdir. Yəni kəsişməsi boş olmayan dediyinə görə heç olmasa bir element yazmalıyıq.
Ən kiçik qiymətin soruşur, onda 1 element göstərir. Ən böyük qiymət soruşa bilməz, çünki kəsişmənin ümumi sayını biz bilmirik. Ona görə də ən kiçik qiymət soruşubdur. O da 11-ə bərabərdir. Təbii ki, hər iki misalın həllini gördükdən sonra ikinci zonaya düşən sual daha rahat gəlir. Çoxluqlara aid nisbətən rahat suallar düşürdü. Bu il hər iki zonaya orta və çətin səviyyəli misallar düşübdür. Mən yenə də ikinci zonaya düşən çoxluqlara aid olan suallar müsbət olaraq, yəni rahat misal olaraq qeyd edəcəm. Növbəti misalımız çox ədliyə aid olan bir misaldır. Birinci zonaya 5 çıxılsın 6y kubu, 6y kubu üstəgəl 5. Bunun həllini necə eləmişdik? 5'in kvadratı 25 minus 6'nın kvadratı 36, y üstü 3 vur 2 6'ya bərabərdir. Yəni belə bir sadə həlli olan bir misal var idi. Təbii ki, bu rahat tipli sayılır. Ona görə müsbət işarə edirəm. Ümumi şəkildə çox hədli deyə qeyd edirəm. Rasional kəsirlər, tam cəbr ifadələr, müxtəsər modüslər, bunlar hamısına aid olan bir misaldır. İkinci zonaya düşən sualda belə maraqlı bir misaldır. 25 çıxılsın 5a. Burada biz 25 və 5'dən 5'i ortak qrup çıxarırıq. 25'i 5'e bölükdə 5'e bərabər çıxılsın. 5'i buradan sildik də a. Yəni 5 vurulsun 5 çıx a. Bunu başqa formada belə verə bilər. 25 çıxılsın 5a'nın yerinə məsələn yazıram 4x kvadratı. Onda bu nəyə bərabər ola bilərdi? 25 5'in kvadratıdır. Çıxılsın 4x kvadratında 2x'in kvadrat şəklini göstərə bilərik. Bu da bərabərdir 5 çıx 2x. 5 topla 2x olaraq qeyd oluna bilər. Belə bir sual 6 aprel'ə düşə bilər. Diqqətli olun. Ümumi şəkildə hər iki misal növü rahatdır. Bu da rahatdır. Bu da rahatdır. Yəni heç birini mən çətin olaraq qəbul edə bilmərəm. Hər ikisi rahat misal olaraq qeyd olunur. Növbəti misalımız müxtəsər düsturların köməyi ilə həll olunan misallardır. Birinci zonaya düşən sual belədir. 49'un kvadratı üstəgəl 46'nın kvadrat çıxılsın 26'nın kvadrat çıx 29'un kvadrat məxrəci də 600. Burada biz kvadratlar fərqini görürük. Bununla bunu biz uyğunlaşdırsaq kvadratlar fərqi vasitəsilə həll edirik. İkinci zonaya düşən sual isə belədir. Təbii ki, biz müəllimlərin gözündə bu hər iki sual çox sadə gələ bilər, amma şagirdlərin gözü ilə baxdıqda burada sadəcə olaraq kvadratların fərqini həll edərək, ortaq qrup çıxararaq ixtisarlar edib tapa bilirik. Burada isə artıq kubların açılışı var. Məxrəcdə biz 2'ni ortaq qrup çıxarırıq. Bölməni tərsinə çevirməliyik, vurmaya çevirməliyik. Burada 2 ədədin fərqin kvadratı var və məxrəc olduğu kimi saxlayır. İxtisarla aparıb 2'də 1 cavabını əldə edirik. Düzdür, bizə görə rahat gələ bilər. Amma təbii ki, imtahan əsasında burada kubların açılışı, kvadratların açılışı, bölmənin vurmaya çevrilməsi, kəsirin tərsinə çevrilməsi, ortaq qrup çıxarılması təbii ki, nə qədər işlər aparırlar. Ona görə də müxtəsər düsturlar birinci zonaya rahat hesab edirəm. İkinci zonaya düşən sual isə çətin olaraq qəbul edirəm. Keçid alırıq növbəti misal həllərinə. Növbəti misalımız kvadrat köklərə aiddir. Birinci zonda sadəcə olaraq soruşmuşdur ki, bu kök 19,4 hansı iki ədəd arasında yerləşir? Bunun həlində necə göstərmişik? Kök 19,4 hansı iki ədədin kvadratına yaxındır? Kök 16'nın və kök 25'in. 16'dan çıxdı 4, 25'dən də 5. 4 və 5 arasındadır. Bu formada çox sadə həlli olan bir misaldır. İkinci zonaya düşən sual isə hər ikisini biz artıq eyni kökə yığırıq. 11 çıxılsın kök 21, 11 üstəgəl kök 21. Və buradan da alırıq ki, a çıx b, a üstəgəl b. Yəni kvadratlar fərqinin açılışıdır. Bu da bərabər kök altında 11'in kvadratı çıxılsın kök 21'in kvadratı. 11'in kvadratı 121 çıxılsın kök 21'in kvadratından da 21 çıxır. 121'dən 21 çıxanda elədi kök altında 100. Kök 100'dən də cavab çıxdı 10. Mən kvadrat kökləri birinci zonaya rahat, ikinci zonaya çətin olaraq qəbul edirəm. Elə suallar var ki, hər ikisi eyni səviyyəli götürə bilərik də. Misal üçün, burada mən çox ədliyə aid olan sualları eyni səviyyədə götürdüm. Amma sırf kök ilə bu kökü müqayisə elədim. Unutmayın ki, imtahana düşən suallar mövzular üzrə müqayisə olunmur. Yəni, misal üçün, müxtəsər düsturları rahat düşüb, bu da rahat düşməlidir deyə bir qayda yoxdur. Köklər bura rahat düşüb, bunlara da rahat düşsün deyə belə bir anlayış yoxdur. Ona görə də xahiş edirəm, bu hissədə diqqətli olun. Sonradan deməyərsiniz ki, müəllim, onlara rahat, bizə çətin. Ümumi formada mən göstərirəm. Misal həllərini də göstərdim, ümumi gedişatını da göstərirəm. Təbii ki, hansı zonaya rahatdırsa, siz özünüzlə ümid edirəm, məndən razılaşarsınız. Növbəti misalımız artıq nisbət tənasüb faizə aiddir. Deməli, nisbət tənasüb faizdən, tənasübdən sual düşmüşdü birinci zonaya.
Belə bir misal vermişdi. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Həll etməliydik. Xeyli uzun həll olunan bir misalda 3,1-ləri 9,3-ü adi kəsrlərə çevirməliyik. Onları vurub tərsinə bölməliyik indi x tapmaq üçün. İkinci zonaya isə demişdim ki 100% faizdən düşmə ehtimalı çoxdur. Tənasübdən çünki sual düşübdür artıq. Nisbətdən də düşə bilər, faizdən də sual düşə bilər. Nisbət nə idi? Məsələn, hər hansı bir 60 ədədini 2, 3, 5 nisbətində böyle 2K, 3K, 5K yazıb hesablayırdı. Və düz və tərs mütənasiblik də düşə bilər demişdim. Faizdən sual düşdü. Faizdə belə bir məsələdir. Şəkər çuğundurunda onun kütləsinin 20% qədər şəkər alınır. 80 ton şəkər çuğunda neçə ton şəkər alınır? Biz burada sadəcə olaraq 80 tonun 20%-ni hesablayırıq. 80-20%-i bölünsün düz. Sıfırlar ixtisar gedir, 8, 12, 16'ya bərabərdir. Təbii ki, artıq ikinci sonraya düşən faiz misalı rahat qəbul edəsiniz. Tənasübün həlli var, çətinlik çəkə bilərsiniz. Çevirmələrdə səhvlər apara bilərsiniz, səhv cavab əldə edə bilərsiniz. Uzun həll olunan vaxt aparan misaldır. Bu isə sadəcə olaraq məsələni anlayıb birbaşa 80'ın 20%'ini tapmaq lazımdır. Yəni imtahanda iştirak edən hər bir şəxs bu məsələni qavramalıdır. Eyni zamanda tənasübdə həll etməyi bacarmalıdır. Ümumi formada göstərdim ki, bu vaxt aparan və çətin həll olunandır. Faizə aid düşən sual rahat düşübdür. Növbəti misalımız artıq ardıcıllıqlar və silsiləyə aid bir sualdır. Birinci zonaya düşən sual belədir. AN bərabərdir 3n çıx 1 düsturu ilə verilmiş ardıcıllığın 5-ci ədini tap. Biz sadəcə olaraq 3 vurulsun 5 çıx 1 yazıb həll edə bilərik. 15 çıx 1 14'e bərabərdir. Bu formada rahat bir şəkildə hesabladıq. Amma ikinci zonaya düşən sual bu formada göstərilibdir. Qeyd olunur ki, y-in hansı qiymətlərində bu ədədləri, ədədi silsilənin ardıcıl hədləri olar. Biz bu misalı həll etmək üçün bir çox qaydaları bilməliyik. Bunlar içərisində bunu əgər A1, bunu A2, bunu da A3 olaraq işarələsək, A2 bərabərdir A1 üstəgəl A3 bölünsün 2 düsturu vasitəsilə həll edə bilərik. Yəni bu ədədləri biz yerləşdirib hesablaya bilərik və yaxud da cavablar yerinə qoyub hesablaya bilərik. Misal üçün elə bir ədədindən başlayıb yerinə qoyub hesablayıb göstərə bilərik ki, hansı cavablar uyğundur və qapalı sual olduğuna görə bir cavabı ödəyirsə, indi cavablara baxıb uyğunlaşdırmalıyıq ikinci ədəd hansı olur deyə. Təbii ki, siz mənlə də razılaşarsınız. Birinci zonaya qat-qat rahat düşübdür. İkinci zonaya düşən bu sual, silsiləyə aid olan sual çətin düşübdür. Bir daha deyirəm, o demək deyil ki, ardıcıl silsilə birinci zonaya rahat düşdü, ikinci zonaya rahat düşsün. Yəni, ümumi formada bu elə qurulur ki, birinci zonaya hansı misallardan rahat düşürsə, ikinci zonaya nisbətən daha çətin formada misallar düşə bilər. Yenə də sonda biz ümumi şəkildə görəsiyik ki, cədvəl vasitəsilə hansılarda müsbətlər çoxdur, hansılarda mənfilər daha azdır deyə ümumi şəkildə müqayisə edə biləsirik. Davam edirik. Növbəti misalımız bərabərsizliklərə aiddir. Birinci zonaya düşən bərabərsizlik misalı belə bu formadadır. Biz məxrəcləri itirmək üçün hər tərəfi 10'a vururuq. Daha sonra biz ədədləri bir tərəfi yığıb diskriminanta gedirik. Diskriminantın həllində də x1, x2 köklərini ümumi şəkildə biz bu formada göstərərək hesablaya bilirik. Müsbət aralıqları götürəsirik. Yəni uzun uzadı həll olunan bir misal tipidir. Təbii ki, birinci hissəyə çətin düşüb. İkinci zonaya mən burada demişdim ki, əgər birinci zonaya misal üçün burada silsilədən rahat düşdü mü? İkinci zonaya çətin düşəcək demişdim. Belə də oldu. Bərabərsizliklər demişdim ki, birinci zonaya çətin düşdü mü? İkinci zonaya böyük ehtimal rahat misal düşəcək deyə və təxminən belə bir misal söyləmişdik. Sadəcə olaraq burada 5,3 yox, hansı bir tam ədəd deyə qeyd edilmişdik. İndi burada belə verilibdir. Deyir ki, x böyükdür mənfi 5,3'dən kiçikdir altdan bərabərsizliyin ən böyük və ən kiçik tam əllərin hasilini tapın. Ən böyük və ən kiçik tam əllər deyəndə mənfi 5,3'dən böyük mənfi 5 varmı? Və mənfi 5'dən başlayır 6'dan kiçik 5'e kimi. Ən kiçik qiyməti mənfi 5, ən böyük qiyməti isə 5'e bərabərdir. Bunların hasilini soruşur. Mənfi 5 vurulsun 5 bərabərdir mənfi 25 ədədinə. Əlbəttə ki, hər iki misalın müqayisəsi göstərsək, qat-qat ikinci zonaya düşən sual rahatdır. Necə ki, burada da köklərə aid misal birinci zonaya rahat düşmüşdür, ikinci zonaya həll olunan misaldır. Burada da bərabərsizliklərdən birinci zonaya təbii ki, çətin, ikinci zonaya rahat misal düşübdür. Növbəti misalımız fəzada düz xətlər və müstəvilərə aiddir. Burada bir çox üçbucaq qaydalarını bilmək məcburiyyətindəyik. Birinci zonaya düşən bu formada bir müstəvidə endirilmiş
perpendikulyarlar ve mailler var. Burada 30 derece qeyd olunub. Bura 6'dır, bura 2'dir. Burada hipotenuzu soruşur. 30 derece bucaq qarşısına katil hipotenuzu yarısı yəni 3'e bərabərdir. Burada 90 derecelərdə əlbəttə perpendikülər olduğuna görə 3'ün kvadratı üstəlik 2'nin kvadratı bərabər x'in kvadratına. İkinci zonaya düşən suallar isə iki perpendikülər müstəvilə birindən 2, digərinə 4 cm məsafədə yerləşir. Bu nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni tapın deyir. Kiməsə görə birinci zona imtahan sualı rahatdır, kiməsə görə ikinci zona. Mən hər ikisini müsbət olaraq qeyd edəcəm. Nəyə görə? Çünki biz fəzada düz xətlər və müstəvilər keçəndə ən bəsit anlayışlar bunları veririk həmişə. Və biz deyirik ki, baxın, burada düz bucaqlı üç bucaqlardan istifadə olunur, mail var, proyeksiya var, perpendikulyar var. Yəni onlardan sual düşübdür. Qeyri-adi heç bir sual verilməyibdir. İkinci zonada düşən sual nəyə görə uşaqlara çətin gələ bilər? Çünki düşünürlər ki, şəkil verilməyib. Birinci zonada şəkil verilib, ikinci zonada şəkil verilməyib. Bu onları biraz çaşdıra bilər. Perpendikulyar müstəvi olaraq belə qeyd edə bilərik. Birindən 2 cm məsafədə, digərindən 4 cm məsafədədir və bizdən hipotenuz soruşur. Bura 2 isə burada 2'dir, bura 4 isə burada 4'dür. Yenə də perpendikulyardır və düz bucaqlı üç bucaq yaradır. 2'nin kvadratı üstəyə gəlir. 4'ün kvadratı bərabərdir burada olan hipotenuza, yəni x'in kvadratı. Necə ki, burada hipotenuz mən x kvadratı qeyd elədim. 3'ün kvadratı 9, 2'nin kvadratı 4, cəmi 13, x kvadratı x də bərabər oldu kök altı 13'e. Burada da 2'nin kvadratı 4, 4'ün kvadratı 16, o da bərabər x kvadratına, x kvadratı bərabər kök altı 20'ye. Burada kök 13'ten bitirir işi, amma kök 20'den kök almaq lazımdır. Bu da bərabərdir 4 vur 5, 4'ten 2 çıxdı, 2 kök 5 cavabını əldə edirik. Yəni şagirdlərə iki mərhələdə çətin gələ bilər. Biri şəkil verilmir, ikincisi də aldığımız cavablarda göstərilmir. Çünki kökdən ədəd çıxır, 2 kök 5 deyə qeyd olunur. Birinci zonada nisbətən 30 dərəcədir. Birinci növbədə 30 dərəcə qarşısına katil hipotenuzun yarısı deyə birinci onu tapmalıyıq. Daha sonra buradan biz əlaqələndirib hipotenuzu tapmalıyıq. İkinci zonada sonda cavabı tapmaqda biraz çətinlik çəkə bilərsiniz. Bir də şəkil verilməyib deyə. Ona görə də mən hər ikisində imtahan səviyyəsini müsbət olaraq qeyd elədim. Həm rahat tipli misallar, çünki bu mövzuya aid öyrənilən misallar bunlardan ibarətdir, fərqli bir mövzu deyil. İkincisi də bəzi xırdalıqlar var, şəkil verilməyib, cavab tam olaraq əldə etməliyik, yəni aldığımız cavabdan kök çıxarmalıyıq. Burada da hələkilik birinci biz 30 dərəcə bucaq qarşısına kat edə bilməliyik. Daha sonra kvadratlar cəmi hipotenuza bərabər olduğunu hesablamalıyıq. Ona görə də belə göstərdim. Kiməsə görə birinci zona imtahanı çətin gələ bilər, kiməsə görə ikinci zona çətin gələ bilər. Bunu istəyirsinizsə müsbət mənfi olaraq qeyd edin. Siz özünüz şərhlərdə yazarsınız hansı sual daha çətindir, daha rahatdır deyə. Davam edirik. Növbəti misalımız kompleks ədədlərə aid. Yəni kompleks ədədlərdə mən heç bir izah vermədən göstərmək istəyirəm əslində. Burada sadəcə olaraq qoşmanı göstərdir. 4 çıx 2, qoşması 4 topla 2. Təbii ki, rahat düşübdür. İkinci zonada isə bu formada ədədlər verilibdir. Qeyd olunur ki, z1 bərabər 9 çıx xi və z2 bərabər y topla 6i üstü 35 qoşma kompleks ədədlər olarsa, yəni bu bunun qoşması olarsa, x və y həqiqi ədədlərin cəmini tapın. Yəni bunu biz necə müqayisə edə bilərik? Əlbəttə ki, ikinci zonaya düşən sual çətin səviyyəlidir. Yəni sizlər də məncə 100% razı olarsınız. Biz burada i üstü 5'i 4'e bölüp i olarak saxlayırıq. 35'də biz bölürük 4'e i üstü 3 olarak. I üstü 3 də mənfi i'yə, yəni mənfi 6 i'yə bərabərdir. Bu bunun qoşmasıdır deyir. 9'dursa bunun 9 olarak qalır. Burada mənfi 6 alırıq. X də onda müsbət, burada çıxma varsa onda mənfi 6 olmalıdır ki, mənfi müsbət 6 eləsin. Müsbət 6'ya görə də bu mənfi 6 olub. Qoşmasına çıxmazsa toplamaya, toplanırsa çıxmaya keçir. Yəni müqayisə olunmayacaq dərəcədə çətin salınıbdır kompleks ədədlər. Bir daha qeyd edirəm, bu o demək deyil ki, onlara rahat düşüb, bizə də həmin mövzudan rahat düşsün. Bu belə tarazlaşdırılmır. Növbəti misalımız artıq loqaritmaya aiddir. Birinci zonaya düşən belə bir uzun bir misal vardır. Loqaritmanın hesabı onluq loqaritmadır. İkinci zonaya düşən belə bir misaldır. Təbii ki, bunun həllində biz göstəririk ki, LG 10 üstü 5'də 2, 10 üstü 3'də 2, 10 üstü yenə də 3'də 2 və 10 üstü 3'də 1. 5'də 2'lər, 3'də 2'lər qabağa gəlir. LG onlar ixtisar olunur, 1 olur. 5'də 2 topla 5'də 3, 3'də 2 topla 3'də 1. Onların cəmdə 5 bölü 5, 3 bölü 3, 1 topla 1, 2'ye bərabərdir. Yəni belə bir misal idi.
İkinci zonaya düşen sual. Yani biz belə misala baxan kimi qeyd edə bilərik ki, birinci zonaya çətin düşür. Burada istəsəniz kvadratlar fərqinin düstur açılışını 14 çıx 10, 14 topla 10 yazıb hesablaya bilərsiniz. Bölünsün 24, 24 ilə 24 gedir, 14 çıx 14-ə bərabərdir. Loqaritma 2 əsasdan 4. 2 üstü neçə 4 edir? Təbii ki 2. 2-nin kvadratı 4-ə bərabərdir. Yəni bunu belə hesablaya bilərsiniz. İstəsəniz 14-ün kvadratı 196 çıxılsın, onun kvadratı 100, 96 24'e böləndə 4 dəfə edir. Loqaritm 2 əsasdan 4 də 2-yə bərabərdir. Yəni təbii ki mən bunu asan olaraq qeyd edəcəm. Necə ki kompleks ədədlərdə biz bunu hesablayanda uzun uzadı həllər getdik birinci zonaya rahat, ikinci zonaya çətin deyə qeyd elədim. Burada da loqaritma. Davam edirik. Növbəti misalımız trigonometrik funksiyalara aiddir. İkinci zonada trigonometrik funksiyalara 2 sual düşübdür. Biri trigonometrik eyniliklər, bir də ümumi formada trigonometrik funksiyalarda sinus, kosinusun aldığı qiymətlər nəzərdən keçirilir. Birinci zonaya düşən bu mövzuya aid olan çevirmə düsturlarına aiddir. 10 sinus 30, sinus 231, kosinus 39 çıx tangens 45 dərəcə. Mən bu sualı asan misal olaraq qəbul edəcəm. Çünki burada sinus 231 ilə kosinus 39 islah gedir. Biz həmişədən öyrənmişik ki, belə fərqli cavablar olanda mütləq şəkildə islah aparın. Çünki sinus 231-i çevirmə düsturları vasitəsilə çevirdikdə sinus 270 çıx 39-a bərabərdir. 270 də ad dəyişir. Birinci mənfisini götürür. Mənfi cos 39-a bərabərdir. Cos 39 ilə kosinus 39 getdi. Qaldı sinus 30. Sinus 30 dərəcə sol əl qaydasını mən izah eləmişəm. 30 buradır. 2-də 1-ə bərabər. Tangens və kotangens 45-də də 1-ə bərabərdir. 10 vurulsun 2-də 1 çıxılsın 1. 5 çıx 1 4-ə bərabərdir. Bu misalı belə şifahi şəkildə həll edə bilərik. İkinci zonaya düşən sual. A parametri hansı qiymətdən sinus x bərabər a çıx 1 bölü 2 tənliyi həlli var. Biz ümumi şəkildə öyrənmişik. Sinusun və kosinusun maksimum, minimum qiymətlər mənfi 1, müsbət 1-dir. Biz burada şifahi ədədlər yazaraq da tapa bilərik. Neçəni 2-yə böləndə mənfi 1 alınır. Təbii ki, mənfi 2-ni, onda a-nın yerinə mənfi 1 yazsa, mənfi 1 bölü mənfi 1 bölü 2 mənfi 1-ə bərabərdir. Və 2-ni 2-yə böləndə 1-ə bərabərdir. Burada kəsin sürətinin 2 olması üçün a-nın yerinə 3 yazmalıyıq ki, 3 çıx 1 2-yə bərabərdir. 2 bölü 2 də 1 olur. Yəni mənfi 1 və 3 qiymətlərini. Bunu başqa formada da həll edə bilərik. Bərabər mənfi 1 yazıb həll edə bilərik. Ümumi şəkildə birinci zonaya düşən rahatdır deyə sayıram. İkinci zonaya düşən müəyyən hesablamalar var deyə bunu çətin olaraq qeyd edirəm. Amma aşağıda müsbət olaraq qeyd edirəm. Kiməsə görə rahat gələ bilər, kiməsə görə çətin gələ bilər. İstəmirəm, narazılıq olsun. Ümumi şəkildə mənfi müsbət olaraq qeyd edirəm. Növbəti misalımız üstü tənliklərə aiddir. Təbii ki, birinci zonaya düşən üstü tənliklər sualı çətindir. Çünki biz burada 6 üstü x-ə vurmalıyıq ki, məxrəclər itsin. Ondan sonra uzun uzadı həll olunan bir misal tipidir. Bunu çətin olaraq qəbul edirəm. İkinci zonaya düşən sualda belə yaza bilərik. 3 vurulsun 5 üstü x üstəgə. 5 üstü x vurulsun 5 bərabər 200. Burada 5 üstü x-i biz ortaq vuruq çıxara bilərik. 3 topla 5 olaraq qalır məxrəclər. Bu şəkildə həll edə bilərik. Yəni üstü tənlikləri bilən o dərsi keçən şagirdlər bu misalı rahatlıqla yaza bilməlidirlər. Eyni zamanda birinci zonaya düşən də yaza bilməlidirlər. Mən bunları yəni şagirdlərin ümumi səviyyələrinə görə mənfi müsbət olaraq qeyd edirəm. Yəni də ümumi şəkildə sonda öz fikrinizi yazarsınız. Yenə də deyirəm, bunu ümumi şəkildə biz hər iki imtahana düşən sual kimi müqayisə eləsək, təbii ki, birinci zonaya düşən daha çətin olaraq qəbul olunur. Çünki üstü tənliklərdə 6 üstü x-ə vurmaq lazım. Ardınca xeyli iş var ki, 4 üstü x-ə gedək. İkinci zonda da nisbətən 5 üstü x-ləri ortaq vuruq çıxararaq daha sonra həll edə bilərik. Yəni, mən bunu belə göstərə bilərəm. Birinci zonaya çətin, ikinci zonaya isə rahat düşübdür deyə. Müsbət mənfi də qeyd edə bilərik. Mən belə qeyd edirəm. İkinci zonaya buna nisbətən rahat düşübdür. Daha sonra növbəti misalımız ehtimal mövzusuna aiddir. Yəni siz əgər sualları görmüsünüzsə, mən burada ehtimal yaza bilmərəm. Çox uzun uzadı bir məsələ həlləri vardır hər iki zonaya düşən imtahan suallarında. Mən belə düşünürəm ki, birinci zonaya düşən qat-qat rahat düşübdür. İkinci zonaya çətin sual düşübdür ehtimala aid. Həm də birinci zonaya qapalı suallardan düşübdür. İkinci zonaya açıq suallardan düşübdür. Və daha çox vaxt tələb olunan, orada müəyyən hesablamalar var. Uzun uzadı həll olunan bir məsələ tipidir. İkinci zonaya
ehtimal 100% çətin düşübdür. Birinci zonaya ehtimal rahat düşübdür. Necə ki mən başdan dedim ki, çoxluqlar birinci zonaya düşübdür. Açıq suallardan çətin uzun həll olunan misaldır. Burada düşən ehtimal qat-qat daha da çətin düşübdür, yəni ikinci zonaya. Ona görə də şübhəsiz hamınız razılaşarsınız. Əgər sualları görmüsünüzsə, ümumi şəkildə oxuya da bilərəm. Yəni onu yazmağa bizim vaxtımız çatmaz. Birinci zonaya rahat düşübdür, ikinci zonaya çətin düşübdür. Davam edirik. Növbəti misalımız çevrəyə aiddir. Baxın, çevrəyə aid birinci zonaya düşən sual belə idi. Burada diametr verilibdir. Vətər var. Vətər diametrin yarısına bərabərdir. Radius. Buradan biz birləşdirdik. Radiusa bərabərdir. Burada olan bucağı soruşuldu. 60 dərəcə olaraq qeyd olundu. Və bunu da əlbəttə ki, rahat tipli misal olaraq qeyd edirəm. Burada birinci və ikinci zon olaraq qeyd eləmişəm. İkinci zonaya düşən sualımız isə açıq suallara aiddir. Necə ki, burada ehtimala misal göstərdim, çoxluqlara misal göstərdim. O formada açıq suallara aiddir və burada göstərilib ki, belə bir çevrəmiz var. Burada düzbucaqlı üçbucaq göstərilibdir və bu hissədə bucaq verilibdir 40 dərəcə. Biz düzbucaqlı üçbucaq köməyi ilə bu bucağı hesablayıb tapmalıyıq. Yəni bura 50 dərəcə bərabərdir. Daha sonra burada olan göğsü soruşur, göğsün uzunluğunu. Biz bu haqda geniş mövzularımız var, mövzu izahlarımız var. Onların linklərini aşağıda qeyd edirəm, mütləq şəkildə izləyirsiniz. Çevrədə mərkəzi bucaq ilə xaricinə verilmiş toxuna arasında qalan bucağın cəmi 180 dərəcə bərabərdir. Bunu bu formada daxilə çəkilmiş bucaq kimi verilir. Onu biz mərkəzi bucaq kimi tapıb həll edirik. Və yaxud da ki, bu bucaq ilə bu göğsü verilibdir. Bu göğslə bu mərkəzi bucaq eyni bucaq sayıldığına görə bunların cəmili 180 dərəcə bərabərdir. İndi imtahan həyəcanında, imtahan stresində, burada olan məsələnin həll olunmasında yəni mən düşünürəm ki, İkinci zonaya çətin düşübdür, birinci zonaya daha rahat düşübdür. Bir şəkildə məsələ belədir. ABC üçbucağında AB, AC tərəflə mərkəzi O nöqtəsi olan çevrəyə uyğun olaraq KBC nöqtələr toxunur. Bucaq ABC 40 dərəcə olarsa KMC göğsünün dərəcə ölçüsünü tapın. Kimisi bunu rahat misal olaraq göstərə bilər. Ona görə mən burada balaca müsbət olaraq da qeyd etmək istəyirəm. Kimsə düşünər ki, müəllim rahat misaldır deyə. Amma birinci zonaya düşən sual belə idi. Mərkəzi O nöqtəsi olan çevrənin AB vətəri AC diametri yarısına bərabərdir. Bucaq VA-onu tapın. Həm qapalı sualdır, həm də rahat həll olunan misaldır. Ona görə də mən birinci zonaya rahat, ikinci zonaya bu misalları çətin olaraq qəbul elədim. Davam edirik. Növbəti misalımız çox üzvlərə aiddir. Mən bunu xüsusilə qeyd eləmək istəyirəm. Həm çox üzvlər, həm də fırlanma cisimləri. Hər ikisinə düşən sual, birinci zonaya düşən sualları mən oxuyuram, siz özünüz qərar verin. Birinci zonaya düşən fırlanma cisimlərinə aid olan sual. Radiusu 3 cm olan kürənin həcmini tapın. Təbii ki, fırlanma cisimlərinə ən rahat suallardan biridir. Rahatdır. Növbəti bu çox üzvlərə, yəni piramidaya, kuba, paralelepipede, prizmaya aid olan sual. Yan səthin sayısı 72 olan, hündürlüyü 6 olan düz prizmanın oturacağını tapın. Əlbəttə ki, birinci zonaya düşən sual yenə də rahatdır. Çünki hər ikisi sadə olaraq bir qayda olaraq tələb olunur, bir dənə sual. Yəni onların izahlarını mən başqa bir videoda izah vermişəm. İndi burada bir daha yazmaq istəmirəm. Yəni çox sadə bir dənə düstur vasitəsilə, düsturda yerinə qoyaraq hesablaya bilirik. İkinci zonaya düşən suallara indi fikir verin. Birinci növbədə fırlanma cisimlərinə aid olan sual belədir. Hərəkət oxşarlıqda həll olunan sualdır. İki kürənin birinci həcmi ikinci həcmdən 27 dəfə böyükdür. Birinci kürənin səthinin sayısı ikinci kürənin səthinin sayısı neçə dəfə böyükdür? Bunu biz rahat misal olaraq saya bilərik. Amma hər ikisi ilə nisbətən götürdükdə əlbəttə ki, çətin misal olaraq götürülür. İndi biz hər iki misal səviyyəsini hesablayanda çətin misal olaraq qəbul olunur. Amma ümumi formada çətin misal deyil. Onu müsbət mənfi olaraq qeyd edirəm. Yenə deyirəm, hər iki misalın səviyyəsinə görə götürdükdə əlbəttə ki, birinci zonaya düşən daha rahat düşübdür. İkinci misalımız isə artıq çox üzvlərə aid olan, sizlər əgər misalları görmüsünüzsə məndən razılaşarsınız, əlbəttə ki, ikinci zonaya çətin düşübdür. İkinci zonaya düşən suala fikir verin. Açılış şəkildə verilmiş düzgün piramida. Artıq düzgün piramida. Burada düz prizma düşmüşdür. Burada düzgün piramida. Tam səthin sayısı 360'dır və apofimin uzunluğunu tapın deyir. S oturacağı da 100 şəkildə verilibdir. Yəni bunu həll üsulu S-tam və S-yan üstə əgər S oturacaq vasitəsilə tapılır. S-tamı verilib S oturacağı şəklin üzərində verilibdir. Biz bundan çıxıb tapırıq S-yanı. İndi S-yanın düsturu da lazımdır. Bizə ikdə bir P oturacaq vurulsun H. H da ilə apofimin özünə bərabərdir burada.
ve görürük ki P oturacağı da biz təzədən tapmalıyıq. Orada kvadrat şəkillidir və kvadratın da sahəsi 100 olduğundan tərəfi A, yəni 10 olaraq tapırıq. Perimetri də 40-a bölür. Təbii ki, çətin həll olunan bir misaldır. Ona görə mütləq şəkildə bunu nəzərə almalıyıq. Burada fırlanma cisimləri nisbətən dedim ki, rahat sayıla bilər. Hər iki misal müqayisədə çətindir, amma həll olunması misaldır. Piramida da həll olunması misaldır, amma çətin misaldır. Daha sonra növbəti misalımız dördbucaqlılara aiddir. Birinci zonaya düşən sual trapesiya verilibdir və burada romb və düzbucaqlı üçbucağa ayrı sual verilmiş. Bu tərəfin 6 olduğunu göstərmiş. Biz bilirik ki, rombun bütün tərəfləri bərabərdir. Onda hər tərəf 6-dır. Bu hissəndə 8 vermişdir. Onda biz 6, 8 buranda 10 tapırıq və bu trapesiyanın perimetrini soruşurdu. İkinci zonaya düşən sual isə belə bir düzbucaqlı verilibdir. Düzbucaqlını bu şəkildə iki hissəyə bölüb. Burada təbii ki, düzbucaqlı üçbucaq yaranırdı. Burada hündürlük verilibdir. Hündürlüğün oturacağı üzerine proyeksiyası burada 9, 16. Biz h kvadrat beraber a vurulsun b'ye. H da beraber kök altında a vur b. Yani kök altında 9 vur 16. Biz buradan oturacağı yani diagonal tapırıq. Ve ümumi formada düzbucaqlının sahəsini soruşur. Belə baxanda birinci zonaya düşen kat rahatdır. Çünkü burada romb gösterilibdir ve 6, 8, 10 tapırıq perimetrin rahat şekilde tapabilirik. Bunu yani birinci zonaya düşəni asan olarak qəbul edirəm. İkinci zonaya düşen biz proyeksiyan bilməliyik. Proyeksiyan biləndən sonra üçbucağın sahə düsturunda 2/1 AH. Hündürlüğü tapdıktan sonra bu üçbucağın sahəsini tapırıq. 150'ye bərabərdir. 150'də 2 hissəyə vurulur. 300'e bərabərdir. Mən bunu çətin olaraq qəbul edirəm. Kiməsə görə rahat gələ bilər. Ona görə də balaca bir müsbət də işarə edirəm üstündə. Amma müqayisəli şəkildə göstərdikdə təbii ki, ikinci zonaya düşən daha çətin düşübdür. Daha sonra növbəti misalımız tənliklər sisteminə həll olunan misallara aiddir. Birinci zonaya düşən katil məsələsidir və çətin hesablanması bir misaldır. Diqqət tələb olunan, çox vaxt aparan bir misaldır. Ona görə çətin qəbul edirəm. İkinci zonaya cədvəl verilibdir. Cədvəldə olan ədədləri yazıb tənliklər sistemi qururuq. Nisbətən rahat hesablanması bir misaldır. Düzdür, hər ikisi çətin də olmağına. Amma nisbətdə bir-birinə qarşılıq nisbətdə ikinci zonaya daha rahat misal düşübdür. Funksiyalar və qrafiklər. Əlbəttə ki, funksiyalar və qrafiklər hər iki zonaya çətin səviyyəli misallar düşübdür. Birinci zonaya da, ikinci zonaya da çətin tipdə misallar düşübdür. Və burada sonda hər ikisinə aid olan fırlanma cisimləri idi. Bunu mən çox hızlı ilə bir yerdə dedim. Fırlanma cisimlər birinci zonaya rahat düşüb, ikinci zonaya çətin düşüb. Hər ikisinə nisbətdə çətin düşübdür. Amma ikinci zonaya da nisbətən rahat misal düşübdür. 19 mövzunu biz yekunlaşdırdıq. Bu 19 mövzu hər iki zonaya düşən imtahan misallarını bir yerdə göstərdik. Və burada görürük ki, çoxluqlar birinci zonaya çətin, ikinci zonaya rahat. Çox ədli müxtəsər umud üsuluna aid hər ikisinə rahat. Müxtəsər umud üsuluna aid birinciyə rahat, ikinciyə çətin. Kvadrat köklər birinciyə rahat, ikinciyə çətin. Nisbət transfer faiz ikinciyə rahat, birinciyə çətin. Ardıcıllıqlar silsilə əlbəttə birinciyə çox rahat düşmüşdü, ikinciyə çətin düşmüşdü. Bərabərsizlik ikinciyə çox rahat düşmüşdü, birinciyə çətin düşmüşdü. Müstəvilər, fəzadə düz xətlər müstəvilər hər ikisinə rahat düşmüşdü. Kompleks edilər çox rahat düşmüşdü. Birinci isə, ikinci isə çətin düşmüşdü. Amma əvəzinə loqaritma ikinci isə rahat düşmüşdü, birinci isə çətin olaraq düşmüşdü. Trigonometrik funksiyalar hər ikisinə rahat düşmüşdü deyə bilərikmi? Yəni trigonometrik funksiyaları bilən şagird hər ikisini hesablaya bilərdi. Birinci zonaya nisbətən deyənədə rahat misal düşmüşdü. Üstü tənliklər, bərabərsizliklərdə birinci zonaya və ikinci zonaya hər ikisinə vaxt aparan çətin misallar idi. Amma bir-birlə iki misalı müqayisə etsək birinci zonaya çətin, ikinci zonaya rahat. Ehtimal qat rahat düşmüşdü birinci zonaya. İkinci zonaya çox uzun vaxt aparan bir misal idi. Çevrə və dairəyə aid birinci zonaya qat rahat düşübdü, ikinci zonaya çətin. Çox üzlülər birinci zonaya əlbəttə ki rahat, ikinciyə çətin. Dördbucaqlılar birinci zonaya rahat düşmüşdü, ikinci zonaya çətin düşmüşdü. Bu formada həll olunan bir misal idi. Ümumi şəkildə rahat qəbul edən şahidlər ola bilər. Plus minus qeyd elədim. Tənliklər sistemi katil məsələsi çətin düşmüşdü. İkinci zonaya əgər cədvəlli başa düşdürsə rahat olur. Yəni bu iki misalın müqayisəli şəkildə göstərəndə ikinci zonaya rahat düşmüşdü. Funksiyalar, qrafiklər hər iki zonaya çətin düşmüşdü. Qeyd elədim. Fırlanma cisimlər birinci zonaya rahat, ikinci zonaya isə çətin düşmüşdü. Bundan sonra gəlir burada trigonometrik tənliklər, əsas trigonometrik eyniliklər. Bu hər ikisi düstur tələb edən misallardır. Düsturu bilməsən, həll edə bilməsən. Ona görə də hər ikisini mən ümumi şəkildə plus minus olaraq göstərirəm.
Növbəti natural ədədlər və həndəsə əsas anlayışları. Natural ədədlər 2 ədədin cəmi 2 ədədin fərqi. Burada isə biri digərinin neçəsə faizini göstərmişdi. Ona görə natural ədədlər birinci zonaya rahat misal düşmüşdü. Cavablardan gedə bilərik. İkinci zonaya açıq suallardan biri idi yanılmıramsa. Orada cavablardan gedə bilmərik. Yəni ona görə də bunu mənfi olaraq qeyd edirəm. Daha sonra vektor rahat düşmüşdü, müsbət olaraq qeyd edirəm. Paralel köçürmə asan formada qəbul edilən şagirdlər də ola bilər. Plus minus qeyd edirəm. Amma ümumi şagirdlərin səviyyələrinə görə götürülən vektorlar sadəcə skaler asi soruşmuşdu. Vurub topluyorduk. Paralel köçürmədə isə düstur vermişdi. Düstura görə köçürməliydik. Statistika əlbəttə ki, çətin həll olunan vaxt aparan bir misal. Ona uyğun burada çoxbucaqlı göstərdim. Çoxbucaqlı n vur n-3 bölü 2. Onu da biz dəfələrlə işləmişik. Ona görə müsbət olaraq qeyd edirəm. Növbəti misalımız 2 kvadrat verilmişdir. Perimetrlər nisbəti. Bu çətin hesablanması birinci zonaya düşən suallardır. İkinci zonaya düşən isə irrasional ədədlərin sayını tapın. Bu da rahat hesablanması bir misaldır. Fikir verirsinizsə, hər iki zonaya düşənlər müsbətlər də var, mənfilər də var. Mən həmişə qeyd etmişəm ki, imtahan necə olursa olsun, orada asan səviyyəli misallar da olur, çətin səviyyəli misallar da olur. Siz bu videonu diqqətli şəkildə izləyirsiniz. Ümumi formada şərhlərdə görüşərik. Sizin fikirləriniz mənə çox maraqlıdır. Hansı zona imtahan sizə görə rahat idi, hansı zona imtahan çətin idi. Bir daha qeyd edirəm, hansı zonada iştirak etməmisinizsə, o zona suallar sizə rahat gələ bilər. Ümumi formada mənim öz fikrim də geniş formada belədir. Son olaraq mən yenə deyirəm ki, hər iki zona imtahanına düşən eyni mövzular 19 sayda idi. Eyni mövzulardan 6 mövzu isə fərqli mövzular içərisində idi. Bunları da biz burada müqayisə elədik. Bu hissədə olanlar birinci zonaya düşən, bu hissədə olan ikinci zonaya düşən suallar idi. Yenə də ayrılıqda hər iki zonanın tam qısa formada izahlarını göstərəcəm. Sadəcə olaraq misal testlərin həllərini göstərəcəm. Ona görə də növbəti videolarımızdan anında xəbərdar olmaq üçün kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, şərhlər yazmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.